Təbrizin bağrında elə məhəllələr var ki, hərəsinin yaşı bir yana, bir çox tarix kitablarından da qədimdir. Şeşkilan şəhərin ən köhnə məhəllələrindən biri. Deyirlər yaşı 700 ilə gedib çıxır. Amma rəvayətlərdə var ki, hələ İlxanlılardan da çox əvvəl bura keşikçilərin keçid yeri olub. Şeşkilan Təbrizin ən böyük tarixi qəbristanlıqlarından birinin düz kənarında salınıb. Orada alimlər, döyüşçülər və şəhərin böyükləri dəfn olunurdu. Şəhərin köhnə xəritələrində Şeşkilanın üstündə bir neçə işarə var, amma mənası hələ də bilinmir. 6 bürc, 6 qapı, yoxsa 6 keşikçi? Heç kim dəqiq bilmir. Təkcə bunu deyirlər ki, məhəllə elə bir nöqtənin üstündə qurulub ki, onun girişi də, çıxışı da həmişə biraz müəmmalı olub. Əgər Azərbaycanın sirlərinə marağın varsa, bu səhifəni izlə. Təbrizin bağrında elə məhəllələr var ki, hərəsinin yaşı bir yana, bir çox tarix kitablarından da qədimdir. Şeşkilan şəhərin ən köhnə məhəllələrindən biri. Deyirlər yaşı 700 ilə gedib çıxır. Amma rəvayətlərdə var ki, hələ İlxanlılardan da çox əvvəl bura keşikçilərin keçid yeri olub. Şeşkilan Təbrizin ən böyük tarixi qəbristanlıqlarından birinin düz kənarında salınıb. Orada alimlər, döyüşçülər və şəhərin böyükləri dəfn olunurdu. Şəhərin köhnə xəritələrində Şeşkilanın üstündə bir neçə işarə var, amma mənası hələ də bilinmir. 6 bürc, 6 qapı, yoxsa 6 keşikçi? Heç kim dəqiq bilmir. Təkcə bunu deyirlər ki, məhəllə elə bir nöqtənin üstündə qurulub ki, onun girişi də, çıxışı da həmişə biraz müəmmalı olub. Əgər Azərbaycanın sirlərinə marağın varsa, bu səhifəni izlə.